صل على محمد وآل محمد. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alamin vel akibetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil emin a'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehl-i beytihi tayyibin tahirin el-ma'sumin. Seyyama namusul dahr veliyyil asr Hüccet ibnil Hasan accelallahu teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yassir li emri ve hulul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bəhsimiz ilahi ədəbdə yetişdik bura və ərz oldu xidmətinizə ki, necə edək əməlimizin az-çoxluğunu düzəldək. Yəni, az-çoxluğu deyəndə çox olsun, o mənada demirlər. Yəni, münəzzəm eləyək əməli. İnşallah bir dəfə bu bəhsi salacağıq ortalığa, bəhs eləyərik ki, necə olur ki, biz əməllərimizi proqramaya sala bilmirik. Biraz salırıq, 3 gün, 5 gün və müntəzəm olmur. Yəni, nəzm və intizamdan çıxır. Salırsan proqramanı ki, məsələn, axşam saat 11-də yatacağım, səhər saat, məsələn, sübh namazından 1 saat qabaq duracağam, filan namazı qılacağam, filan kitabı filan vaxt oxuyacağam, işə filan vaxt gedirəm, filan vaxt gəlirəm. Bunu münəzzəm qurursan 3 gün, 5 gün dağılır. Bu niyə dağılır? Səbəb nədir? Niyə biz ardıcıl şəkildə müntəzəm bu işləri görə bilmirik? Bu 100 müminin 99-unda var. Bu dağınıqlıq. 100-ün 99-unda. Niyə bu tərtib getmir? Onun həm psixoloji tərəfləri var. Psixoloji tərəfləri. Və inşallah o haqda danışarıq. Mən istəmirəm indi ora girəm. Danışarıq o haqda. Əslində psixoloji tərəfdən danışmağa ehtiyac yoxdur ondan. Elə o mənəvi tərəflər araşdırılsa, biləcəksən ki, elə o ilə da nədir? Gedirsən. Ən gözəl psixoloq Allahdır. Ən gözəl psixoloq Qur'andır. Ən gözəl psixoloq fəqihdir. Fəqih. Ki ona həkim deyirlər. Məsələn, Azərbaycan dilində Ustad Ayətullah Cəvadi Amuli, ya Əllamə Təbatəbai, ya Məhəmməd Təqi Cəfəri, ya Fatiminiya, ya Bəhcət ağa, ya Əllamə Qazi ki, bunların kitabları var, tərcümə olunub. Bunların kitablarına siz baxın, istəyirsiniz qəlb və ağıl salamat qalsın, gerək bunların kitabı oxunsun. Çünki ən gözəl psixoloq olardı. Kitabın üstündə yazılmayın psixologiya. O yazılmır. Amma sən o kitabı oxusun, o sənə yetər. Gərəkər ki, oxuyasan. Və dəfələrlə də mən dərz eləmişəm sizə, kitab oxuyun, kitab oxuyun, kitab oxuyun. Niyə? Ən yaxşı dost kitabdır. Kitabdan yaxşı dost yoxdur. Sakitdir. Sakit dayanıb. Amma haralara səni apara bilər. Cəhənnəmə qədər kitab insanı apara bilir. Müəllif, çünki demişdik sizə ki, əsər deyirlər onun adına.
deyirlər məsəl üçün Əllamə Təbatəbainin əsərləri. Əsər təsir sözündəndir. Yəni Əllamə qələmlə təsir edir sənə. Müəllif təsir edir sənə. Əksi də belədir. Məsəl üçün, mən istəmirəm onların adını çəkəm. Qərb filosofları var ki, oxuyursan onun fəlsəfəsini, görürsən nə qəşəngdir. Düzüb kəlmələri bir-birinə. Hər şey yerindədir, amma səhvdir. İndi bu düzü bilmək üçün nə etmək lazımdır? Ona görə böyük ustadlarımız mərhum Seyyid Əli də demişdi, yəni hökm veriblər ki, hər hansı bir dini, əqidəvi məsələni öz dinində, öz əqidəndə o kitabı oxumamsansa, haram edirəm, digər dində olan onu oxuyasın. Məsələn, tohidi öz dinində, öz məzhəbində olan tohidi oxumamsansa, haram edirəm sənə gedib Xristiyan dininin tohidini oxumağa, ya Yahudi tohidini oxumağa, ya həmən o Sələf, Vəhabi onların tohidini oxumağa, yəni İbn Teymiyyəni haram edirəm. Niyə haram edirəm? Çünki sən özünün məzhəbində tohid məsələsini həll etməmsən, oğurlayacaq səni. Məsələni həll etmək lazımdır. Bu mühüm məsələdir. Deməli, necə edək ki, əməllərimizi az-çoxluqdan qoruyaq, müntəzəm bir yola salaq və gedək. Bunun birini ərz elədik keçən dəfə. Dedik ki, Allahın insanların əməllərini görməsinə etiqadı. Birinci yol bu idi. Ki, mənim etiqadım olmalıdır ki, Allah məni görür. Və həya bəhsini orada açdıq balaca, keçdik üstündən. Ki, həya, Allah Teala buyurur ki, ələm ya'ləm bi ennəllahə yara. Ki, Ələq surəsi Ağa Rasulullah'a 40 yaşında Peyğəmbərliyə çatanda Ağa Rasulullah ki, birinci surə nazil olan Ələqdir və Ələq surəsinin həmən içində 14-cü ayədə buyurur, ələm ya'ləm bi ennəllahə yara. Hələ heç nə yoxdur ya. Hələ şirkdir, küfürdür. Hələ İslam yoxdur. Hələ bugün Quran nazil olur. Hələ bugün Quran nazil olur. Allah buyurur ki, ələm ya'ləm bi ennəllahə yara. Deməli, dindən qabaq həya gəlir. Dindən qabaq həya nazil olur. Allah birinci insanı həyaya dəvət edir. Sonra dini orada nə edir? Qoyur. Bayaq ərz elədim keçən dərsdə ki, müstəqqər olmalıdır. İstəyirsən dinin müstəqqər olsun, qərarlaşsın bir yerdə, tərpənməsin, sabit qalsın, təsbit olsun, gərək həya olsun. Həya dinin özülüdür. Elə bir ki, daşları düzmüsən, istəyirsən möhkəmlənsin, özül, o palçığı ki, betonu tökürsən, ki, o 2 mərtəbə, 3 mərtəbə onun üstündə quracaqsan, ya 5 mərtəbə quracaqsan, katlavan qazamaq lazımdır. O nədir? Həyadır. Ona görə deyirlər ki, dini olmayanın həyası olmaz, həyası olmayanın dini olmaz. Bunlar 50-50-yədirlər. İnsaf söhbəti var burada. Fəlsəfi insaf başqadır. Bu dini və əqidəvi insafdır. İnsaf nisf deməkdir, orta deməkdir. Yəni, bunlar biri-birini tamamlayırlar. Bir-birlərini tamamlayırlar. İstəyirsən dinin tamamlansın, həyadan muğayyət ol. İstəyirsən dinin olsun, həyalı ol. Bunlar bir-birinin eynilə tamamlayırlar. Bu bəhs elədik. İkinci məsələ ki, biz onu etsək, əməllərimiz lazımı qədər olmayacaq. Onu tərk etmək lazımdır. Birinci neydi? Allah bizim etdiyimiz əməlləri görür. Birinci budur. İkinci, tərk etməlidir. Birinci, etməlisən, gərək edəsən. İkinci, tərk edəsən. O zülmüdür. Zülmü tərk etmək lazımdır. Bəqərə surəsinin 224-cü ayəsində buyurur Xudavənd-i Mütəal tilkə hududullah. Buyurur o Allahın hədləridir. Həd yəni Allahın qanunlarıdır. Hüdud yəni qanun. Allah həd deyir. Qanun olsa, hüdud sözü qanun sözündən genişdir. Məsələn, desəm ki, qanunda, məsələn, qırmızı işıqda keçmək var,
qanunda qırmızı işıqda keçmək yoxdur. Sonradan soruşur. Cəriməsi var. Amma hüdud sözü hamısı onun içindədir. Daha sual vermirlər orada. Hüduddan bəllidir ki, olmaz və cəriməsi var. Əgər filan kəs filan işi görübsə 100 dənə şallaq vurulmalıdır. Bu bunun həddidir. Şərab içibsə bu qədər şallaq vurulmalıdır. Bu bunun həddidir. Oğurlayıbsa filan şey barmaqlar kəsilməlidir məsələn. Bu bunun həddidir. İndi kimin xoşuna gələcək, kimin xoşuna gəlməyəcək o başqa söhbətdir. Barmaq kəsilməlidir. Bəziləri deyir, John'un xoşuna gəlmir. Cəhənnəmə gəlsin. O qədər John var ki, xoşuna gəlir. Və zülmdür. Bəqərə surəsində ərz elədim. Buyurur Xudavənd Mütəal tilkə hududullah. O Allahın hədləridir. Ayənin yarısını oxuyuram, amma tam oxumuram. Fəla ta'taduha. Buyurur ki, Allahın hədləri var və o hədləri aşmayın. Və mən yetəaddə hududallah. Hər kəs Allahın hədlərini, qoyduğu qanunları aşsa, fəulaikə humuz zalimun. Buyurur ki, onlar zalimdirlər. İndi mən bilməliyəm, Allah tərəfə gedirəm və əməlim tamdır. Tam olmağını nədir? Riayət etmək istəyirəm ki, tam olsun. Birinci bilməliyəm, Allah məni görür. İkinci, zülm etməməliyəm. Zülm nədir? Zülm biz elə bilirik ki, bir nəfəri küçədə şallaqlayırsa, heç nədən. Bu nədir? Zülmdür. Tək zülm o deyil ki, misal üçün, bombanı tökəsən Qəzzəyə nə qədər neçə min insan ölsün. Tək zülm bu deyil. O zülm başqa zülmdür. Bir də insan Allahın qanununa əməl etməyə. Bu da zülmdür. Yəni namaz qılan özü də bəzən nədir? Zalim olur. Niyə üçün sən Allahın qanununu görməməzlikdən gəldin? Quranda Xudavənd Mütəal buyurur, səhv etməsəm Taha surəsindədir. Gəlirlər qiyamət günü, Allah Teala buyurur ki, bunların gözlərini kör eləyin. Bunlar kör gəlirlər. Deyir ki, onlar deyirlər Allaha gözləri kördür belə. Allaha deyirlər ki, limə həşərtəni əma. Məni kör niyə məşhur eləmirsən? Bir halda ki, dünyada mənim gözüm var idi. Allah buyurur ki, çünki bizim ayələrimizi görməməzlikdən gəldin, unutdun. Biz də indi unutmuşuq ki, sənin gözün olub yoxsa yox. Eyni cavab. Belə elm olmalıdır da. Mənim də yadıma gəlmir. Sənin gözün olub orada, dünyada. Çünki sən dünyada görməməzliyə vurdun özü. Mənim ayələrimi görmədin və mən yetəaddə hududallah fəqad zələmə nəfsə. Buyurur, hər kəs Allahın hədlərini aşsa, fəqad zələmə nəfsəhu. Buyurur ki, nəfsinə nə edib? Zülm edib. Loqman surəsində Xudavənd Mütəal buyurur, İnnə şirkə ləzulmun azim. Şirk zülmə azimdir. Bu zülmüdür ki, insanı qoymur, əməli tam olsun, kamil olsun. Zülmdür. Hansı zülm? Allahın qanununun həddini aşmaq. Yəni, insan bayət etməlidir. O, hacının dərsləridir olar. Orada bayət və nəbayətlər ki var. Gərək edilsin, gərək edilməsin. Ki, onlar var. Bir həstonis var ki, mövcuddur, mövcud deyil. Var, yox. Bir də var, gərək. Hə, gərək olsun. Bu gərək olsunlar nədir? Əməl olunmalıdır. Əməl olunmasa, buyurur ki, zülmdür və buyurur, hər kəs onun altına girsə, öz nəfsinə zülm edib. Nəfsinə zülm etməyin mənası budur ki, Allahın lütfi gəlib sənə çatmayacaq. O deyirlər, o misaldır da, indi misalı yerinə gəldi. Deyirlər, bir nəfər halva çörək paylayırmış tələbələrə. Bir tələbənin də əqidəsi buymuş ki, göydən düşməlidir, mən tərpənməyəcəyəm. Gedir, girir otağa, bağlayır qapını. Bu da halva çörəyi paylayır da, kimi görür, verir. Gəlir gör ki, qapı bağlıdır, qapı bağlıdır, açmır qapını da, keçir. Bu keçəndə bunu öskürək tutur. İçəridəki tələbəni öskürək tutur. Bu bilir də ki, burada adam var, açır, onu da qoyur halva çörəyini. Deyir, bəli, Allah ruzunu yetirib öskürmək də nədir? Lazımdır. Yəni, o ki, gəldi, çatdı sənə halva çörək, sən bir hərəkət elədin, çatdı. Bir səs çıxartdın, nədir? Çatdı.
Əgər çıxartmasaydın zülm olacaqdı. O ki Allahın qanunu gəlib bizə çatmır, odur zülm. Niyə çatmır? Çünki Allahın qanunu görməməzlikdən gəlir. Əsas məsələ saymırıq Allahın qanununu. Baxmırıq Allahın qanununa. Baxmayanda gəlib çatmayacaq mənə. Mən Allahın qanununa, bir də məsələ var da, Ayətəl Kürsi, bilirsiniz. Ayətəl Kürsi Quranda olan Ayətəl Kürsi bədəndə olan damar içində qandır. Bədənin elə bir yeri yoxdur ki, orada qan olmasın, damar olmasın, qan olmasın. Ayətəl Kürsi də o qana bənzəyir. Misaldır ya bu. Ki o fikrimi istəyirəm çatdıram. Ayətəl Kürsi bütöv Qur'anın içində dolanır. Elə bir vərəq yoxdur ki, orada Ayətəl Kürsi fırlanmasın. Mislin ki, deyirəm qalın. Məsələn, deyirsən ki, ürəyi nədir? Qəlbi Quran, Yasindir. Qəlbi varsa, o qəlb nədir? Qanla işləyir, o da Ayətəl Kürsüdür. O ki vurur, o Ayətəl Kürsüdür. Qəlb özü sinədə olan. Yaxşı, hansı mənada ərz edirəm? Ayətəl Kürsüdür və Allahu la ilahə illahu. Allah, ondan başqa ilah yoxdur. Sonra gəlib yetişirsən bir yerə, deyir ki, yatmır və çort da vurmur. Nə mürgü vurur, nə yatır. Yəni xəbərdardır. 24 saatın içində bir ləhzə, bir an belə, bir məxluqdan Allah Taala qafil deyil. Düzdür? Sən əgər Allahın qanununa hörmət etsən, o ondan agahdır. Və lütf gəlib sənə çatacaq. Lütfün, Allahın fəzlinin, inayətinin bizə gəlib çatmaması, əməllərimizi ki, düzəldə bilmirik, yoluna sala bilmirik. Niyə? Çünki qanunu qorumuruq. Qanunu qorumadıq, zülm edirik özümüzə. Bu zülm, o Netanyahu'nun zülmündən, Trump'ın zülmündən deyil. Bu zülm tamam başqadır. Bu zülm özümüzü zülmət içinə salmaqdır. Bu zülmət mənasındadır. Bu artıq başqa zülmdür. Və Xudavənd mütalib buyurur ki, İnnə şirkə ləzulmun azim. Hər kəs ilahi hərimi qoruya, ona riayət edə ki, yetişəcək həmən yerə. Hər kəs hərimi ilahini, Allahın hərəmini qorumasa, o zalim sayılar. Yəni özünə zülm etmək sayılar. Bu ikinci. Üçüncü, elə onu oxşayır. Onu oxşayır, indi ərz eləyəcəm və niyə bu ayrıca bəhs olur. Təəddi. Orada zülümdür. Qoymursan, pərdə çəkirsən, xaliq, məxluq arasında pərdə çəkirsən. Xaliqdən məxluqa lazım olan şeylər gəlib çıxmır. Bu mövzu orada zülm idi. O pərdə. Bir də var, həddi aşmaq. Həddi aşmağı əlavə bir bəhs kimi salırsan. Ki bu da mane olur, əməllərini lazım olan qaydada eləyə bilmirsən. Niyə mən məsələn, indi o misallar özümüzdən deyirəm də, bilirsiniz. Niyə mən saat 10-dir, 11-dir misal üçün lazım olmayan şeylər, artıq şeylər yox da. Belə. Artıq şeylər olanda saat 10-dur, 11-dir, mən evə gedib çıxa bilmirəm. Mən niyə saat 1-ə qədər damla oynayıram çayxanada, kafeydə? Keçən dəfə də misal dedim mi? Dünən də demişəm dostlara. Dünən də elə mövzu idi. Mövzu başqa mövzu idi. Gəldim, çıxdım üstünə. Çünki bunlar gedirlər çayxanalara, otururlar çayxanalarda. Domino oynayan domino oynayır, mafiya oynayan mafiya oynayır. Nə bilim, iqra oynayan iqra oynayır. Yəni belə pis aludəçilik, pis vərdişlər. Pis vərdiş deyəndə möminin pis vərdişi nədir ki? Möminin pis vərdişi zamanını bihudə yerə xərcləmək. Bu möminin pis vərdişidir. Narkomanın pis vərdişi iğnə vurmaqdır. Şərabxorun pis vərdişi şərab içməkdir. Möminin pis vərdişi nədir? Möminin pis vərdişi zamanına harcıya. Yəni zamanını öldürə heç nəyə. Zamanını tökə ora bura. Bu möminin pis vərdişidir. Mömin buradan çıxmalıdır. Bu çox pis vərdişdir. İndi orada sənin sualın olar, bilər mənə
ola bilər deyirəm, amma sualın özünü də demirəm. Mən cavab da verməyəcəm ona. Amma gələn bəhslərdə inşallah lazım olar bəhs eləyərik onu. Elə bu ilahi ədəbin içində gələcək. Biraz keçər. 1-2 il keçər. Gələcək inşallah onu bəhslərin arasında deyərəm. O deməyəcəm, ha, yadınıza gəlir, deyəcəksiniz ki, sual belə yaranıb. O deməyəcəm. O vaxt yaddan çıxar. Hə, Nisa 14. Və mən yəsillah. Hər kəs Allaha üsyan edə. 1. Və rasuləhu. Allahın rəsuluna üsyan edə. 2. Və yətəəddə hududəhu. Və onun hədlərini aşa. Saymaya Allahın qanunlarını. 3. Yudxilhu naren. Allah buyurur, mən bunu daxil edərəm oda. 1. Xalidən fiha. Əbədi qalar o odda. 2. Və ləhu əzabun. Mən ona əzab verərəm. 3. Muhinun bir əzab ki, möhnət götürər. 4. Buyurur, hər kəs 3 dənə şey etməsə, mən ona 4 şey verərəm. Mənə üsyan etsə, Peyğəmbərimə üsyan etsə, hüdudumu pozsa 3, mən ona 4 şey verərəm. Nədir? Cəhənnəmə ataram, əbədi qalar, əzab verərəm, özdə o əzab möhnət verər ona. Mən bu cür eləyərəm. Niyə? Çünki biz özümüz heç razı deyirik, qanunumuz pozulsun. Hə? 2 yaşında uşağa evin içində etmə deyirsən, edir. Hansı günə qarsan? Qışqırırsan, bağırırsan, özündən çıxırsan. Hə? 2 yaşında uşaq sözə baxmayıb. Dağıdırsan aləmi. Allah bizim hər bir səhvimizə, bizim uşaqla rəftarımız kimi rəftar eləsəydi, biz millimetr parça-parça olardıq. Belə Allahın lütfüdür. 2 yaşında uşaqdan ədalət gözləyirsən, söz və baxmaq gözləyirsən, bilsən niyə? Gücün ona çatır. Sənin gücün uşağa çatır. Başqa cür olsa, sən gedib, məsələn, 250 kiloluq bir nəfər, o da elə bir 250 ki, məsəl üçün, bilmirəm, indi ad istəmirəm çəkəm, çox belə yumruğu vursa 1 ton. Az bulutdan. Gedib ondan nə istəyərsən? Heç nə, elə belə başı salarsan aşağı, fırlanıb gedərsən. Amma 2 yaşında uşağa qışqırarsan, bağırarsan. Nöşələmirsən onu, etmon. Əcəb, 2 yaşında uşaqdır. Bizə tapşırıblar ki, 7 yaş nədir? Ağondur. 7 yaş ağasısan, 3-cü 7 yaş müşavirindir, vəzirindir. Ondan oyna, daha sən özün həll edə məsələləri. Ən gözəl proqramadır ki, Əmir Əl-Möminin bunu buyurub bizə. Əgər bu ayəyə diqqət eləsək, bu ayədə buyurur ki, içvə bax, çölvə bax, ifrat olmaz, təfrit olmaz, Allah rəqibdir. Əgər bu 5 şeyi biz bilsək, buyurur ki, çatacaqsan. 5 şey. İçə baxacağıq, çölə baxacağıq. İfrat olmaz, təfrit olmaz. Bir də nədir? 5-ci. Allah rəqibdir. Rəqib yəni Allah səni güdür. Allah güdür. 7 yaşında, 6 yaşında uşağı otuzdurursan evin ortasında, dəftəri qoysan qabağına, qələmi də versən əlinə, deyirsən ki, dəstərvə bax. Bax, o qapının deşiqindən baxıram ha. Baxmırsan, o uşağın gözü elə oradadır. Bizə baxırlar, bizim heç gözümüz orada yox. Uşaq qədər də biz Allahı nədir? Qəbul etməmişik. Uşaq qədər. Uşaq rəqib olduğunu bilir. Yenə deyirəm, rəqib yəni güdəni var, bilir.
Ey kaş o uşaq qədər biz indi bizi güdürlər, bizi bilirlər, baxırlar, xəbərdardılar, onu bilərdik. Bir dənə bunu insan bilə, and olsun Allaha heç nə lazım deyil. Bir dənə bil ki, Allah rəqibdir, heç nə lazım deyil. Bir dənə bunu bilə bilmirik də biz. Allah görür ha. Qabaq uşaqlara deyirdik, Allah baba görür. Bu 5 dənə şey oldu, çatacağıq. 3 dənə şey olsa çatmayacağıq. 1. Təcavüz etsin, zülm etsin. Zülm etsin, əzab verəcəklər, özdə möhnət verəcək və yolu itirəcəksən. Yolu itirəcəksən. Yolu da itirdin, da heç vaxt çatmayacaqsan, əbədi çatmayacaqsan. Bunların hamısını ki, bəhs elədik. İndi bizə nə lazımdır burada? Bunları bildik ki, bunlar pərdədir. İndi biz bədənimizdə nəyin vasitəsilə bunları bilməliyik? İndi mən bilməliyəm ki, Allah məni görür. Nə ilə bilməliyəm? Mən haramla bilməliyəm onu. Mənim bədənimdə nə var ki, mən onu ilə bilməliyəm onu. Nəyi işlətməliyəm burada? Gözümü işlətməliyəm. Məsələn, Kantın bu fəlsəfəsində bəzi şeylər var orada. Məsəl üçün, ağlın haqqında yazırlar. Onlar deyirlər ki, ağlın gözü var, qulağı var. Yəni, ağlın da neyi var? Əzaları var. Sadəcə olaraq bizdə deyirlər ki, məsələn, göz bədəndə 2 dənədir, ağılda 1 dənədir. Deyirlər ki, Kant yox ha, ümumi. Deyirlər ki, ağlın gözü qulaqdır. Bədənimizin gözü elə bu göz deyil. Amma ağlın gözü insanın qulağıdır. Ona görə deyirlər ki, ana bətrində ilk əza qulaqdır. Ona görə Allah Teala Quranda yazanda 2 əza dalbadal götürsə, birinci qulağı deyir. Heç vaxt görsənməyib ki, qulağı ikincidirsin. Yəni, səmi'un alim, səmi'un bəsir. Yəni, həmişə deyib, eşidəndi, biləndi, eşidəndi, görəndi. Yəni, görəndi və eşidəndi deməyib Xudavənd Mütəal. Həmişə birinci qulağı getirib. Niyə? Çünki qəlbin gözü insanın qulağıdır. Və insana da əsas onun qulağı lazımdır. Sən istəsən Allaha lazımı qədər və kamil şəkildə çatasan, sənə qulaq lazımdır. O dilləri mən adlarını çəkmirəm. 2 böyük arif olublar. Elə bu axırlarda dünyasını dəyişib. Onlar, yəni 15-16 ilin içində ikisi də dünyasını dəyişib. Deyirlər, o biri, o birisinin dərsi xaricində oturub həmişə 25 il. 25 il bu ayətullah, o ayətullahın dərs xaricində oturub. Təsəvvür edirsən? Sonra deyirdi ki, mənim onun dərsi xaricinə ehtiyacım yox idi. Sırf əxlaqi nöqtələri götürmək üçün gedirdim onun dərsinə. Əslində heç o da deyildi. Əslində 25 il təkəbbürü, kibri sındırmaq idi. Qıraqdan deyirlər axı, filankəs filankəsin dərsinə gedib. Deyirlər axı bunu. Bildin? Deməli, o bundan çox bilir ki, bu gedib ora. Bu da deyir, qoy desinlər. Mənim kibirim sınsın. Bunlar gedib çatıblar ora. İndi hansı vasitə ilə biz getməliyik? Hədlər və sərhədlər. Bir hədd var, bir də sərhəd var. Hədd budur, oğurluq olmaz. Hədd budur. Sərhəddi nədir? Sərhəd Allah buyurur olmaz, o sərhəddir. Bu qanundur. Sərhəd Allahın sözüdür. Yəni, mən oğurluq etmirəm. Niyə? Allah icazə vermir. Allah icazə versə, yəni qadağan etməsəydi, elə hamısı oğurluq eləyərdi, problem də yoxdur. Heç adı oğurluq da olmayacaqdı axı. Lazımdı, götürdüm, apardım. O biri demiş deyə deyir, senin vaxtında olub da. Deyir ki, onları oradan götürüb aparmışam.
o oğurluq sayılır. Oğurluq niyə? Lazım olub aparmısan. Ağlın ilahi ədəbdə hüdudi və sərhəddi. Da başlaya bilmirəm mən bunu. Bilmirəm. Hə, elhamdülillahi rabbil alamin. Salavat edelim. Allahümme salli ala Muhammed.